dostlar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına xoş gəlmisiniz. Deyin görün, teatrı çox sevirsiniz. Mən də çox sevirəm. Olur ki, bizim teatra olan münasibətimiz üst-üstə düşdüyünə görə biz oluruq dost. Əziz dostlar, bugün təşrif buyurduğunuz Gənc Tamaşaçılar Teatrı 1928-ci ildə yaradılır. O zaman 14-15 yaşında məktəbli uşaqlar bir yerə toplaşaraq bir tamaşa hazırlayırlar. Həmin tamaşa hamıda xoşuna gəlir. Böyük əmilər, dayılar bu tamaşaları çox bəyənirlər. Və o zaman Azərbaycanda uşaq teatrı olmadığı üçün qərara gəlirlər ki, Gənc Tamaşaçılar Teatrını yaratsınlar və həmin tamaşada oynayan o uşaqlar Gənc Tamaşaçılar Teatrının ilk aktyorları olurlar. Tamaşaçılar Teatrının istedadlı aktyoru, ekranlardan, seriallardan gördüyünüz, beğendiğiniz sevimli Sənan Kazımov. Gözləyirdiniz, görürsünüz, bizim səhnədə çalışır. İndi istəyirəm biz səhnə ilə, bax bu teatr, bu... Bak, istifadə olunan, səhvə istifadə olunan bütün bu rekvizitlər teatrın sektörlərində görürsünüz. Karşılaması Cumhurbaşkanımıza karşı. Niye? Növbəti filmlərdə nədir? Da bize mesela bu sat. Esas vasıtalardan biri